Əziz dostlar, hər vaxtınız xeyir olsun. 23 avqust 2026-cı il sizi çox maraqlı bir köydən, yəni kənddən salamlayıram. Bura Antalya İbradı ilçəsi Ormana köyüdür. Bu köy Türkiyədə çox populyardır. Nəinki Türkiyədə, dünyada tanınmış bir köydür. Mən hal-hazırda Ormana köyünün tam mərkəzindəyəm. Burada Mustafa Kemal Atatürk'ün heykəlidir. Və tam mərkəzi qarşı tərəfdə Ormana köyünün çarşısı Atatürk caddəsi adlanır. Burada belə bir turistik mağazalar. Turistik demişkən Ormana köyü 2024-cü il Dünya Turizm Örgütü təşkilatı tərəfindən dünyanın ən turistik köyü olaraq seçilmişdir. Baxın, bura belə avtobuslarla turlar təşkil olunur. Turistlər gəlir. Orada Mustafa Kemal Atatürk, Türkiyə bayrağı, Erdoğan və İbradı Belediyəsinin bayraqları asılıb. Burada İbradı Belediyesi Ormana İbradı, yəni belediyə binasıdır. Balaca belediyə binası. Çox balaca bir yerdir, amma dünyada populyardır. Ona görə mən də bura gəlməyi qərarı aldım. Antalya mərkəzə 105-106 kilometr. Alanya'ya ise 2 saatlıq məsafədə yerləşir. Burada mərkəzi camidir, burada böyük. Buranın çox məşhur düyməli evləri var. İnşallah düyməli evləri də göstərəcəm. Onlar haqqında məlumat verəcəm. Sona qədər izləyin. Bəli, çox populyar, məşhur bir yerə gəlmişik. Bura bir dağ kəndidir. Arxa tərəfdə baxın, dağlar görsənir. Hardasa 1000 metr hündürlükdə yerləşən bir dağ kəndi, təmiz havası. Amma bugün hava istidir, 35-36 dərəcə isti var. Axşamlar bura sərin olur. Baxın, bu küçə Atatürk caddəsidir, çarşı. Turistlər, bura gələnlər bizim kimi gəzirlər. Burada yerli məhsullar. Ormana üzümü ilə də məşhurdur. Hər il burada üzüm festivalı olur. Və keçən gün, yəni dünən burada üzüm festivalı olub, 22'si, biz də 23'ü gəlmişik. Burada isə çox gözəl, məşhur Ormana köftəcisi var. Bunun dadına baxa bilərsiniz. Biz də burada dadına baxdıq. Çox gözəl idi, sizə deyə bilərəm. Həm də yerli gözləmələr orada hazırlanır. Baxın, odun fırının üstündə gözəl dadlı gözləmələr hazırlanır. Müştərilərə, qonaqlara təqdim olunur. Məşhur Ormana köftəcisi. Burada da yerli meyvələr, ürünlər hamısı satılır. Çox maraqlı bir yerdir. Sona qədər izləyin, düyməli evləri göstərəcəm. Burada tüfəkçilər sokaq var. Orada çox maraqlıdır. Əvvəlcə buraya baxaq. Belə kafeler var. Çaycılar var burada. Əhalisi 2025-ci ilə görə 761 nəfər. İndi 2026-cı il yəqin ki 800 nəfəri keçmiş olar deyə düşünürəm. Ümumilikdə İbradı Antalya'nın 19 ilçəsindən nüfuzuna görə, əhalisinin sayına görə ən balacasıdır. Ən az əhalisi olan yerdir. Baxın, necə gözəl tarixi binalardır. Bax, düyməli evlər bunlardır. Ətraflı məlumat verərəm. Necə tikilib. Bura ümumiyyətcə çox qədim bir sivilizasiyalara ev sahibliyi eləmiş bir köydür. Qədim mədəniyyətləri özündə birləşdirir. Çox gözəl bir köyə gəlmişik də oradan da. Ona görə sizə təqdim eləmək istəyirəm buranı. Buranın küçələrində gəzmək də oradan da insana zövq verir. Ara küçələri var. Düyməli evlərin arası ilə gəzirsən. Çox maraqlıdır. Əgər Antalya'da, Alanya'da yaşayırsınızsa, siz də gəlib bu gözəl köyü görə bilərsiniz. Bir də təkrar edirəm. Dünya Turizm Örgütü tərəfindən belə bir təşkilat var. 2024-cü ildə dünyanın ən turistik köyü seçilib.
Bu arada daha bir məlumat vereyim əziz dostlar. Türkiyənin Turizm və Kültür Bakanı naziri bu kənddəndir. Əsli kökü burdandır. İstanbuldan anadan olsa da ata yurdu buradır. Mehmet Nuri Ersoy Armana kəndindəndir və ona görə bu kəndə maraq, diqqət həmişə böyükdür. Bəli. Bura Türkiyənin Turizm Bakanlığının Dədə Baba köyüdür əziz dostlar. Bu da düyməli kafe. Gözəl bir kafedir. Dondurma filan hər şey təklif olunur. Qarşıda daha bir cami var, minarəli. Evlərin arxitekturası, memarisi çox qədim və gözəldir. İndi isə gedəcəyik düyməli evləri daha yaxından baxmağa. Buralarda sonra buradan 5 kilometr məsafədə Altın Beşik mağarası var. Türkiyənin ən böyük qapalı gölü sayılır ora, yəni mağara gölü sayılır. Bugün qismət olsa oranı da görmək istəyirik. Hava çox istidir, biraz hərəkətimizə mane olur. Uşaqda olduğuna görə çətinlik çəkirik, amma gəlmişkən bu gözəl yerləri görmək lazımdır. Bir də Üzümlü Dərə Milli Parkı var. Bunlar hamısı bu ərazilərin turizminə böyük katkıda bulunur, faydalı olur. Siz də gəlsəniz bu yerləri görün. Mütləq Mərkəz Çarşıda məşhur köftəciyə baş çəkin. Buralarda gəzin. O tarixi ruhu hiss edin. Belə gözəl, sakit ara küçələrlə gəzmək, 1000 metr hündürlükdə yerləşən bir dağ köyündə doğrudan da gözəldir, zövq verir. Küçələr təmiz, səliqəli, müasir bir köy. Tüfəkçilər sokaq buradan başlayır. Burada düyməli evləri daha yaxından görəcəyik. Baxın əziz dostlar, xarici turistlərin də marağı çoxdur bura. Baxın, bura bir film səhnəsinə bənzəyir. Çox gözəl düyməli evlər. Deməli, bu düyməli evlərin məsələsi nədir? Bax, bu binaların tikintisində nə sementdən istifadə olunub, nə mismardan, mismar tüktüyündə çivi. Nə semento, nə çivi, heç bir şey, sadəcə taxta və daş. Baxın, burada da düyməli adlandırma səbəbi də bu taxtaların uclarının çıxması, qıraqdan düymə şəklində görsənir. Bu çox böyük bir memari nümunədir. Əziz dostlar, zamanında yəni bu binaların 400, 500, 300 il yaşı var. Aşağıları düzdür betonlanıb ki, o biraz qorusun, çünki çox əski binalardır. Bəli əziz dostlar, düyməli evlər. Deməli, burada zamanında əldə olan sadəcə 2 dənə material var idi. Ahşap taxta və daş. Bu taxtalar da sidir ağaçlarıdır. Bu ərazilərdə ormanlar, meşələr çoxdur və orada sadəcə sidir ağaçları var. Daşlar da aydın məsələdir. Hər yer daşlıq, qayalıq, dağların arasında yerləşir. Yəni, əldə olan 2 dənə material, taxta və daşdan belə bir memari əsər meydana gəlib, düyməli evlər. Çox gözəldir. Və sonralar da bu düyməli evlərin inşasını davam etdirmək istəyiblər, qoruyub saxlamaq istəyiblər və bu günə qədər gəlib çıxıb. Əlbəttə ki, dövlət də buna dəstək verib. Kültür və Turizm Bakanlığı hamısı
Buna şəxsən dəstək verib nazir özü, bakan özü bu şəhərdən, bu köydəndir və bunlar hamısı əlbəttə ki qoruyub saxlanılıb. Baxın, tüfəkçilər sokaq. Belə əziz dostlar, çox maraqlı bir yerdir. Hamınızı Türkiyə dəvət edirik. Alanya'dan bura tam-tamına 2 saata rahat gelirsiniz. Yollar asfalt, düzən, gözəl yollardır. Maşına oturup rahat şəkildə bura gələ bilərsiniz. Qalmağa yerlər də var, pansiyon tərzi balaca yerlər var. Gələ bilərsiniz, qala bilərsiniz. Biz axşam qayıtmağı düşünürük. Bax belə gözəl ara sokaqlar var. Hər küçənin öz adı var. Fırıncı sokaq, tüfəkçi sokaq və s. Belə əziz dostlar, bununla da Antalya İbradı ilçesi Ormana köyündən olan videomu yekunlaşdırıram. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.